Mayın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə insan alveri ilə mübarizə və Azərbaycan təcrübəsi ictimai müzakirələrin keçirilməsi adlı layihə çərçivəsində ictimai dinləmələrə start verib. Tədbirdə insan alverinə qarşı mübarizənin əməkdaşları, QHT rəhbərləri, kütləvi informasiya vasitələri nümayəndələri, qadınlar və gənc tələbələr iştirak ediblər. Tədbiri açan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova tədbirin məqsədindən və əhəmiyyətindən danışıb. O qeyd edib ki, nəinki insan alverinin qurbanları, ən əsası onları bu yollara vadir edən səbəbləri və şəxsləri aşkarlamalıyıq. Tədbirdə həmçinin Təmas Regional İctimai Birliyinin rəhbərləri Gəncə şəhərindən Skype bağlantısı ilə müzakirələrə qoşulublar. Südabə Məmmədova qadın alverinin səbəblərindən danışıb, qeyd edib ki, xarici vətəndaşlarla qeyri-rəsmi nikahların bağlanması, iş yerlərinin olmaması, iqtisadi problemlər insanları müxtəlif yollara əl atmağa məcbur edir. Qeyd edək ki, yaxın gələcəkdə Zaqatala, Qəbələ, Beyləqan və sair rayonların nümayəndələri ilə də belə ictimai dinləmələrin keçiriləcəyi nəzərdə tutulur. Məğrur Mərd, Nərgiz Liftiyeva, xəbərdar.